Sonra gəlin şikayətimiz nə idi? İndiki vəziyyətimizdə. Şikayətimiz deyirsən, sağa doğru əyil qalmışdım. Nəyə görə əyə qalmışdıq? Disk yırtığım əmələ gəlmişdi. Dizmin hərəkətləri edərkən ağırlıq altında qalmışdım və sürüşmə əmələ gəlmişdi 6 millik. Fizioterapiya başladıq. Artıq fizioterapiya 3-cü gündən sonrasında bütün ağrılarım getmişdi. Mən Elxan bəy gələndə 6 milli bir yırtığı var idi belində. Sadəcə xroniki bir vəziyyətə çevrilməmək üçün və bu 6 milli ölçünün ətrafına, məsələn, əzələləri gücləndirmək deyək, dolaşımı artırmaq deyək, düzgün biomexaniki oturma, yatma deyək ki, bu artmasın və gələcəkdə cərrahət olmamaq üçün bir fizioterapiya və qoruma bir müalicəsi elədik. İndi maşallah 10-cu günümüzdür. Artıq 10-cu gündə də heç bir diskomfort, Çox rahat şəkildə yata bilirəm, qalxa bilirəm, digər işlərimə davam edə bilirəm. Hər hansı bir problemim yoxdur. Yəni yuxudan qalxdıqdan sonra belə hər hansı bir ağrım yoxdur. Şöbəmiz haqqında fikirlərinizi öyrənəlim. Şöbə haqqında əməkdaşlardan çox razıyam. Dəqiq işləyirlər və hər dəqiqəyə maraqlanırlar. Bütün əməkdaşlardan da razıyam, sizdən də təbii ki, tamamilə razıyam. Çünki sizin yönləndirməniz, sizin verdiyiniz tapşırıqlar əsasında əməkdaşlar dəqiqliklə yerinə yetirərək axırda bu nəticəyə gəlib çıxmışıq. Hər dəqiqə maraqlanırlar, hətta fizioterapiya vaxtı da sizi tək qoymurlar, yanınızda olurlar. Hər hansı bir narahatçılığınız varmı deyə soruşurlar və digər hər bir şeyə dəstək olurlar. Yəni belə deyək, iş saatlarından sonra belə biz yazanda sağ olsunlar ki, bizə cavab yazırlar. Təşəkkür edirəm.